Bugün reallıq ondan ibarətdir ki, Ermənistanın və ona dəstək verən qüvvələrin regionda Azərbaycanla hərbi cəhətdən rəqabət aparmaq imkanları məhduddur. Amma bu o demək deyil ki, regionda hərbi eskalasiya baxımından risklər mövcud deyil. Təbii ki, bu risklər formalaşa bilər. Amma bunun alternativi olaraq Azərbaycan regionda Türkiyə ilə Şuşa bəyannaməsinə uyğun olaraq hərbi ittifaqı, müttəfiqliyi mövcuddur. Azərbaycanın Türkiyə, Hindistan, Türkiyə, Pakistan, Azərbaycan kimi bir üçtərəfli ittifaqı var. O cümlədən Çinlə strateji tərəfdaşlığa uyğun olaraq Azərbaycan Çinlə iqtisadi və digər bütün sahələrdə, hərbi və digər sahələrdə, o cümlədən regional təhlükəsizlik baxımından istiqamətlərdə də əməkdaşlıqları mövcuddur. Yəni Azərbaycan alternativ siyasətini həm hərbi, həm geosiyasi, eyni zamanda iqtisadi və digər imkanlarını formalaşdırmaqdadır. Çox vektorlu Azərbaycanda siyasət həyata keçirilir. Buna qarşı preventiv tədbirlər görülür. Çox sağ olun, təşəkkür edirəm Polad.